İnsan niyə yata bilmir? Psixosomatika görə bunun səbəblərini deyib ki, həllini də biləsən. Bu ondan irəli gəlir ki, insan beynində hələ də narahat fikirləri fırladır. Nəyisə buraxa bilmir. Həll eləyib o qutarmadığı nəyinsə hələ də əlləşir. Nəyisə kontrol eləməlidirsə onu düşünür. Bir də indi yatmaq səbəbinə görə ki, onun şuur altında əmindir ki, sabahki nəsə yenə baş tutmayacaq və həmin o problemlə üzləşmə qorxusundan narahatdır. Yoxsa gəlsə də indi hansısa problemi həll eləməlidir ki, sonra dincəlsin, yoxsa rahatlaşa bilməyəcək. Burada yuxusuzluq konkret bu problemlərin həllində ilişməyib. Onun özü ilə bağlı negativ inanclarında köklənə bilər. Ona görə də o gərginliyi, narahatlığı, nəzarəti buraxa bilmir ki, yuxuya getsin, həm zehnin, həm bədəni dincəlsin. O get-gedə dozlara yüksələn dərmanlar da burada verimlidir. Onun psixoloji köklərlə bağlıdırsa, onu bir yerdə onlayn seanslara tapıb həll edilir ki, burası yuxuya gedib istirahət edirsən.